Testi ən çox bu tərəfə gətir suallarını. Hansı sual? 7.2 güvən 2024 test olunsun kimiyə ikinci sual. Deməli, dəmir yükünü hesabla burada. Müsbət 3-də 8 eləyir. Cəmrəcəm 0. Burada dəmir müsbət 2-dir. Burada dəmir müsbət 3-dür. Deməli, fikir ver. Yükü dəyişən element atomunun ayağındakı atom sayısı azalırsa, tapılan əmsallar sol tərəf yazılır. Oksidləşdirici və ya reduks edicinin ayağındakı atom sayısı azalırsa, tapılan əmsallar sol tərəfə yazılır. Deməli, burada ancaq bir şey var. Reaksiya növləri burada səncə? Disproporsiya. Disproporsiya. Deməli, bir dəmirimiz müsbət 3-də 8-dən gəlibdir dəmir 2-yə. Ayağında neçə var? 3 var. Hər tərəf 3 vur. 3 vuraq 8, 8, 3 vuraq 2, 6. 8-də gəlib 6-ya, 2 elektron alıbdır. Dəmir bir də təzədən müsbət 3-də 8-dən gəlibdir, dəmir müsbət 3-ə. Dəmir müsbət 3-ə. Yenə 3-ə vur, 8-də gəlibdir 9-a. Bu zaman 1 elektron verildir. Yükü dəyişən ancaq eyni element atomu olduğuna görə və sol tərəfdə bir qiymətdən sağda 2 müxtəlif qiymətə gəldiyinə görə bu reaksiya növü nədir? Disproporsiya. Öz-özünə oksidləşmə reduksiya reaksiyaları. Buna görə də tapılan əmsallar burada sağ tərəfdə qeyd olacaq. Sağ tərəfdə dəmir qırağa çıxardaq, bura 2, bura 1, çarpaz, bura 1, bura 2. 1 yazırıq müsbət 2-nin qabağına, 1, 2 yazırıq müsbət 3-ün qabağına. Bundan sonra bərabərləşdirək. 1, 2, 3, 3, dəmir bərabərdir. Klor sayı 2 burada, 6 burada, 8, bura 8 yazırıq. Hidrogen sayı burada 8-dir, burada 2-də 4 yazırıq, 4 yazırıq, 4-də 1, 8. Oksigen sayı 4-4, bərabərləşdir. Yəni, burada tapılan əmsalları biz soluyor sayı yazırıq. Çünki niyə? Reaksiya növü disproporsiyadır. Əgər yükü dəyişən elementin atom sayısı azalanda, ikinci bir elementin də oksidləşmə dərəcəsi dəyişsəydi, onda tapılan əmsalları sol tərəfə yazarıq, sağ yazmazdıq. Yəni, o şərt ödəyərdir. İki müxtəlif element atomunun yükü dəyişir və yükü dəyişənlərdən birinin də atom sayısı soldan sağa keçən zaman azalır. Onda tapılan əmsallar qaydaya görə sol tərəfə yazılır. İşte. Fosfor, nitrat turşusu. Deməli, fosforun yükü 0-dır. Gəlibdir, burada müsbət 5-ə. Burada nitrat müsbət 5-dən gəlibdir, müsbət 2-yə. Yükləri qeyd edək. Fosfor 0-dan gəlib, fosfor müsbət 5-ə, 5 elektron veribdir. Azot da müsbət 5-dən gəlibdir, azot müsbət 2-yə, 3 elektron alıbdır. 5, 3, 3, 5. Elə. Deməli, 3 yazırıq sağ tərəfdə fosforun qabağına, 5 də bura. Bərabərləşdirək, bura 3 yazaq, fosfor bərabərləşsin. 5 dənə azot, bura 5 yazaq. Hidrogen sayı 3 dəfə 3, 9. Burada 5-dir, bura 2 yazaq ki, 2 dəfə 2, 4, 9 eləsin. Oksigen sayı 5 burada, 3 dəfə 4, 12, 17. 5 dəfə 3, 15, 2 dəfə 17. Bərabərdir. Oksidləşdirici və reduks edici əmsallardır. Oksidləşdirici burada nitrat turşusudur. Reduks edici isə fosfor. Əmsallar cəmi 8. 3 plus 5, 8.
8. Nədir? Azalan xəttə nədir bala? Reagent. Deməli, X oksigen reagentdir. Əmələ gələn Z məhsuldur. Deməli, başlanğıc sərf sol. Sərf, baş, sərf sol. X-in başlanğıcı 4'dür. X-in sonu 0'dır. 4 sərf olubdur. Oksigenin başlanğıcı 4'dür. Sonu 1'dir. Yəni 3 sərf olubdur. Z-in başlanğıcı 0'dır. Sonu 2'dir. 2 alınır. Sərfiyyatları salonlar. Sərfiyyatları əmsalları yaz. 4, 3, 2. Sərfiyyatlar qiymət əmsalları yazılır. Şimdi X-in yükü, Z-in tərkibi nədir? 2Z-in tərkibində 4 dənə X var, 6 dənə oksigen var. Elə. Onda 1Z-in tərkibində 2 dənə X var, 3 dənə oksigen var. Yəni onda 1Z-in tərkibi nədir? Yerdə yazaq. X2, O3. Aha. X-in 2 0'dır, gəlib də müsbət 3-ə, oksigen 0'dır, gəlib mənfi 2-yə. Bizdə nəyə soruşur? Reduksiya edicidən oksidləşdiriciyə keçən elektron sayı. Reduks edici bir dənəsi 0'dan gəlibdir, sağ tərəfdə müsbət 3-ə. Ayağı neçədir? 4. 4 dənə X gəlibdir 0'dan, 4 dənə X müsbət 3-ə. Hər X-imiz neçə elektron verir? 3 dənə. 4 dənə X, 4 dənə 3, 12. Onda reduks edicinin verdiyi elektron sayı nə qədərdir? 12 dənədir. Hər X-imiz 0'dan 3'ə 3, 4 dənə 0, 0, 4 dənə 3, 12. 0'dan 12'yə 12. 12 elektron verir. Qeyd elə. Sonra. Onlarda platin bəs maddə 0, platin xlor 4, müsbət 4. Burada azot müsbət 5'dir, gəlibdir müsbət 2'yə. Deməli, platin oksidləşmə dərəcəsi 0'dan gəlibdir platin müsbət 4'ə, 4 elektron. Bir də azot müsbət 5'dən gəlibdir azot müsbət 2'yə. Müsbət 2'yə. O da 3 elektron alınır. 4, 3, 3, 4. Dəyişən elə bir şey yoxdur. Tapılan əmsallar sayı yazılır. Sağ tərəfdə platin qabağında 3 yazırıq. Sağ tərəfdə azotun qabağında 4 yazırıq. Bura 4 yazılır, bura 4 yazaq. 3 platin, bura 3 yazaq. Xlor sayı 3 dəfə 4, 12, bura 12 yazaq. 12 H xlor. Hidrogen sayısı 12, 4, 16, burası 8 ya da 8 dəfə 16. Oksigen sayısı 4 dəfə 3, 12, 4 burada, 8 burada, 12 bərabərdir. Reduks edicinin əmsalı. Reduks edici nədir? Yükü artan, platin 0'dan müsbət 4'ə. Əmsalı işləyir.
Sonra. Neçə? 13'də nə deyil 13'də? Dəmir 2 sulfatda, dəmir müsbət 2'dir. Burada müsbət 3'dür, dəmir 2 sulfatda. Burada xlor burada müsbət 5'dir. Burada xlor mənfi 1'dir. Deməli, tapılan əmsallar baxırıq ki, mümkün sağ tərəfdə. Sağ tərəfdə bir dəmir müsbət 2'dən gəlib dəmir müsbət 3'ə, ancaq ayağında 2 var. 2 dəmir müsbət 3'ə gəlibsə, 2 dəmir 5'ə gəlir. 2 dəmirin hər biri 1 elektron verirsə, 2 dəmir 2 elektron, sağ 2 elektron. Xlor da müsbət 5'dən gəlib sağ tərəfdə xlor mənfi 1'ə. Yəni 6 elektron, 6 1'ə. 2, 6, 1, 3, 1, 3, 3, 1. Dəmirin qabağına bura 3 yazırıq. Bura 3 yazanda 3 dəfə 2, 6, bura 6 yazırıq. Burada 1 yazırıq. 1, 1, eyni qalır. Sonra kükürt sayısı. 3 dəfə 3, 9, 9'dan 6'sı burada. Bura 3 yazırıq. Kükürt sayı 9 eləsin. Kalium sayı bərabərdir. Hidrogen sayısı 3 dəfə 2, 6. Bura deməli 3 yazaq. 3 dəfə 2, 6 hidrogen bərabərdir. En son oksigenler yok ya. 6 dəfə 4, 24. 3 burada 27. 3 dəfə 4, 12. 27, 12. 39 elə. 39. 3 dəfə 4, 12. 12 bıraq. 3, 36. 3, 9, 39. Bərabərdir. Sonra sağ tərəfdə bütün əmsalları, bütün atomların sayı bərabərdir. Bizdə nəyi soruşur? Oksidləşdiricini və oksidləşdiricinin əmsalı. Oksidləşdirici kalium flor oluşdu, əmsalı da 1'dir. Kalium florat əmsalı 1. SO4 mərkəzədə mərkəzən qandı 3'dür, hə. Feryl 2, SO4 3. De baba yazdı. Bilemedim. Sor. Kaldı. Bu da kaldı. İyi yazacağım. Bunların yöneleşini Yok, aynen oldu. Eyni şeyler yani, çətin belələ pul biraz çətin onun içərisində. Bundan çətin biri bu da yoxdur. Bu bir də 14 qram səviyyədən göstəriş verər sonra bir yazar. Birinci əmsallaşdırmalısan da burada. Şut mənfi 2-dən gəlibdir 0-a. Nitratdakı, azot müsbət 5-dən gəlibdir müsbət 2-yə. Bir dənə şut mənfi 2-dən gəlibdir, şut 0-a 2 elektron alındı, 2 elektron. Bir də azot müsbət 5-dən gəlibdir, azot müsbət 2-yə 3 elektron o da alıbdır, eləmi? Yox, kükürt veribdir. Mənfi 2-dən gəlibdir 0-a 2 elektron veribdir, bu da 3 elektron alıbdır. Deməli 2, 3, 2. Şurada qabağına 3 yazırıq, baxaq görə hara yazırıq. Tapılan əmsallar yəni sağ tərəfdə, burada sağ düşürdə. 3 buraya yazırıq, azotun qabağına 2 yazırıq, 3 dəyişim var. Bax, əgər sağ yazılırsa, buna bax yazırıq. Sola yazılırsa buna bax yazırıq. Sağ yazıldığı görə sağdakı S0 ilə N müsbət ki, harada da yazırıq əmsalları. Bundan sonra bərabərləşdirək. 3 dənə bura 3 yazırıq, 3 dənə kükürt.
Azot sayısı, mis sayısı 3 dənə buna 3 yazılır. Birinci əsas elementlər bərabərləşdirilir. Ondan sonra azot sayı 3 dəfə 2, 6, 8. Burada 8 dənə azot var. Burada 8 yazılır. Azot sayı bərabərləşdirir. Hidrogen sayısı orada 8'dir. Burada 2'dir, 4 yazılır. 8. En son oksijene baxın. 8 dəfə 3, 24. 3 dəfə 2, 6. 6 dəfə son 8, 20, 24. Bərabərdir. Sol və sağ tərəfdə bütün atomlar bərabərdirmi? Nəyə soruşurdu? Reaksiyadan 48 qram kükürt alınarsa, normal reaksiyadan alınıbdır 3 mol kükürt. 3 mol nə qədərdir? 3 vura 32, 96. İndi 48, 2 dəfə azalaqdır. Nəyə soruşur? Oksidləşdiricinin aldığı elektron sayı. Oksidləşdirici hansı elementdir burada? Azot. Azotun burada 8 dənəsindən neçəsi elektron alır? 2'si. Onda hərəsi 5'dən 2'yə 3 elektron, 2 dənə azot, hərəsi 5'dən 2 azot 2 elisi deyir orada. 2 dəfə 5 10, əmsal 2 alır. 2 dəfə 2 4. Ondan 4'ə. Yəni 2 vura 6 elektron. 96 qram kükürt əmələ gələndə 6 enan sayda elektron əgər qəbul edirsə, oksidləşdirici, 48 qram kükürt alınıbsa X. X də bərabərdir 3 enan, yəni 3 mol. 3. Deyə bax. Şeylər. Ne oldu? Yok, Başka.